Aygün, ümumiyyətlə qərarın nədir? Sənin qərarın nədir? Neynəmə fikrin var? Nədir düşüncən? Mən onlara fikir bildirim Zahir bəy, üzr istəyirəm. Mən Aygün sualıma cavab versin lütfən. Evet. Hələ heç nə nədir Aygün? Həyatın həll olunur ortalıqda. Hələ heç nə nədir? Sən çox belə qeyri-ciddi baxsan bu məsələyə, mən elə gəlir ki. Neynəməliyim ay müəllim? Yəni sənin qərarın nədir? Qərarım heç nədir, ayrılmıram. Aygün Bayaz, Ayrılmırsan. nə dedin orada? Ayrılmaq istəmirsən? Cüzi şeyə görə bir dənə getməklə onu niyə böyüdür, mənə çatmırdı. Həm də yazıb getmişdim ki, mən çıxıram evdən. Amma Aslan yadındadır, bir dəfə buradan sən gedəndə, o bir dəfə dedi ki, bir də belə getsən, mən bitirəcəm məsələni. Getmə. Getməklə şeyi bitirirlər ki, küçəyə getməmişəm ki, evə getmişəm də, beynim sakitləşsin. O zaman hər gün qırğın olurdu da, birilərinin ancaq qırğın, müharibə olub da. Haçan bir ay ərzində yaxşı yaşamışıq ki. Yox, indi bax, Ola deyir... bilsin Aygün ciddiyyətə almayıb, fikirləşib Aygün ki... düşünmədi ki, Aslan ayrıla bilər və qərar verə bilər. Məncə sən bunu düşünmədin ki, o belə Bəli, o qədər yəni siz necə deyib dəfələr... Ərzində çölə çıxmamışam axı. Deyib, gedirəm. Bir il ərzində olub arada ki, gedəcəm, getməmişdim. Mən Səni boşuyacam. İkimiz danışırıq da. Boşuyacam. Mən heç nə danışmamışam. Mən bir şey deyim, Zahir müəllim. Mən əsir saxlayan insan deyiləm kimsə. Mənə deyirsən, mən əsir saxlayırsan, imkan vermirsən gedən. Sən Ceyran xanım demişdi, Aslanı əsir saxlayırıq, hamıya deyib, əsir saxlayır, dustaqda qalır oğlum. Mən bir şey deyim. Sən kimisə huyuna getdin, kimisə sözünə getdin. Kimin ay Aslan, kimin? Özüm mənə Mənə kimin var ki, gör? bilmirəm. Onda niyə indi deyirsən ki, 600 manatı sökə-sökə alacam, filan şeyi səndən alacam. Bir şey deyim də, biz onun duyğularını başa düşdük. Biz onun duyğularını başa düşdük. Bəs mənim keçirdiyim... Səncə, Aslan bir saniyə. Səncə, deyirsən, bu səbəbdirmi, ayrılmağa bu səbəbdirmi deyirsən. Səncə əsas səbəb nədir? Ayrılmağa səbəbi yoxdur axı. Yox, səncə bəs onda niyə ayrılır? Sən niyə evdən getdin, bax onu de. Ancaq getməyin səbəbi deyil. Yox, niyə getdin onu de Yox, qızım. Kübrağam, ona görə yox. Bax, yəni səncə ayrılıb getməsinin səbəbi nədir? Ayrılmasının səbəbi nədir, sən bilmirsən onu? Yox. Nətər yox? Mən getməyimin? Yox, onun səndən ayrılmaq istəməyinin səbəbi. Bugünə qədər Ceyranı qoyub səni tutan Aslan. Niyə səni buraxıb Ceyranı? Deyirdi, heç vaxt səni buraxmayacam, sənin heç kimin yoxdur. Burada demişdi, Cefirdə demişdi. Yoxdur bunu deməyə. Bəli, buyur. Varımdır nə haqqım? Aygün, düzləri danış. Göz yaşı heç vaxt günahı bağışlamır. Mən ağlamıram ki. Ağlayırsa, bəstəyirən qar başına tökə-tökə, qobu yolunda. ATV-nin şoförü, Allah şahididir o şoförü, o qardaşım. Gördüm mən nə vəziyyətdəyim, yalvardım, xahiş elədim, mən burada tək düşürmə, gözüm görmür. Onda bütün problemlər məndədir. Dayan, mən yazıq dərdim, təmin Sən deyirdin ki, Aygün, sən deyirdin ki, ya o gedirsə mən getmirəm o evə. Bəs bu söhbət nə idi? Yenə söhbət olacaq da Niyə də niyə? Sən buna yaxşı davransaydın, buna Pis baxıram, hamı Allah şahidi, pis baxmaqdan baxıram, necə Bəs onda lazımdır. niyə istəmirdin? Nədir də bu söhbət nədir onda? Bir dənə müdaxilələr idi, başqa problemimiz var. Nəyə müdaxilə edirdi? Mən sənə sual verim, dəqiq deyəm. Nəyə müdaxilə edirdi? Bax sənə etiraz yox, nəyə müdaxilə edirdi? Bax müdaxilə deyirsən. Aslan, əgər boşanarsınızsa... Sar mən deyim, durum deyim mən hər şeyi. De. Hə? Bir saniyə. Yox, duracım gəl. Sən ağa duranda mən qorxuram, həyəcan keçirirəm. Qorxma, mən heç nə eləyəm deyim. Hamıza bu sualı verirəm, bir ana kimi, mənim kimi, yəni deməyin də, özü deyin. Xahiş eləyirəm, sözümün canı var, Kübra xanım. Yox, xahiş eləyirəm. Deyirsiniz, Ceyran pis qaynanadır, qəddardır, yamandır, pis anadır.
yaxşılıq eləməyib, pislik eləyib, oğlunun həyatını dağıdır. Qoy məni belə bilin. Hansı bir anıya üz tutub buradan bütün dünyada olan analara, hamıza deyirəm bu efir vasitəsilə. Deyin görüm hanı. Mənim gözümün qabağında evə gələn yoldaşının, dostumu, qardaşımı ya bir qonaq gəlirsə xoş gəlib həmən insanlar. Mən ona etirazım yoxdur, qarışmaram da, mənim hüququm yoxdur. Götürüb üzr istəyirəm Zahir müəllim, bunu deyəcəm də efir. Bir saniyə, mənə de sonra. Deməyim. Demədə, yəni. Hayır, böhtan Neyse, deyil. nəsə yaxşı. Mən böhtan atmıram. Mən Sakit mənə yox, dur, mən sakit pis dur. olum, eybi yoxdur. Sakit dur sözümü O deyil. orucluq günündədir. Yəni bu oruçluq mənə qənim olsun, heç buradan salamat gedib çatmayayım məkana. Qarış eləmə də. Mən özümə deyirəm, özümə ait Yox, deyirəm. ümumiyyətlə qarış Özümə ait eşitməyək də deyil. oruçluq. Yəni deyir ki, şər atır, şər atmıram. Mən Ailə şər işlə atsam, qarışdım. başqa Dedim, şeylər oğlumu deyirəm. əlimdən alıb, Bilirsən bir axı yerdəsiz də, deyəcəm, bir sakit yerdəsiz dur da, də. bilirsən nə Bir deyəcəm. yerdəsiz də. Sən mənim qabağıma alamazsan az. Mənim qabağıma bir dənə Əzrail ala bilər. Başa düşdün məni? Qəddaram, qoy burada qəddarlığımı dünya görsün. Qoy mənə nifrət eləsin hamı. Amma mən çəkdiyimi burada heç kəs çəkməyibdir. Heç kim çəkmir. Mən bala saxlamışam, heç bilmirəm. Heç kim məndən qapılarda işləməyib. Küçərədə işləməyib. Yavaş da. Niyə? Sən bir dənə işin dalınca düşmədin. Arzunun niyə hörməti var mənim yanımda? Arzunu da istəməmişəm. Qırğınlarımız burada olubdur. Düzdürmü? Onun mənim yanımda niyə hörməti var? Çünki o mənə hörmətlə yanaşır. Bir dəfə mənə sən dedin, bir ədəb tərbiyəsi sözləri o mənə deməyib üzümə qarşı. Amma sən mənə elə bir toy tutmusan, ay gün. Mən bağışlamıram, ailə işinə də qarışmıram Zahir müəllim. Xahiş edirəm, mən bunların barışığı, düzəlişinə mən mane deyiləm. Amma mən çıxıb gedəcəm, mən o dünyada da səni bağışlamayacağım. Mənim bu əllərim sənin yıxanda qalacaq. Onu bilginən, onu bilginən. Qoy məni qəddar bilsinlər. Heç kim mənim gördüyümü Kübra xanım görməyib. Özünə fikir ver. Açıqlamıram, anıyam. Sənə də Deyirəm, mən yazığım ona gəlir. görə onu, Amma- ona nə lazımdır dedim. Amma həmən o şey ki, istola qonaq gələndə ortaya qoyulur. Yaxşı. Yəni Yaxşı. Yaxşı, məni gəl, gəl. tərpətmə. Xoşluğuna, xahiş eləyirəm səndən. Bir ana kimi yalvarıram Yox, sənə. onu sən yox, Balamdan istəyəcək. uzaqlaş. Allah xətrinə bu oruçluq naminə. Sən öz həyatını Sən demə onu. Yox, Onu oğlun sən desin. gəl, gəl bura, gəl Qarışmıram, otur. qarışmıram. Sən Amma- qarışma, Gəl qoy otur. onu sən. desin. Mən yetəri Amma qədər zarım. Mən başıma burada onsuz da bildim. Mən buradan bəlkə də... Sonra deyirsən səni söyürlər ha Ceyran. Qurban Sonra olsun. lap söyləyəcəklər. mən ona görə deyirəm ki, ay Ən mama başa qarışma. düşdüm. O anadır. Amma o- otur. Onun öz fikirləri İşte var ben özü. özü sözü deyil, burada həll bütün eləsin. sos Vermə. Mənim çəkdiyim, mənim bu kor gözüm gördüklərin siz görmürsünüz. Hörmətlə yanaşıram sizə. Baş əylə. Əymə Allah eləməsin. Sən də məni kimi anasan. Gözəl insanlar. Mən sənə Yox, qalx ayağa. Yaxşı. Ağlı başsın. Dur ayağa. Mikrofona. Bunu saxla. Mənim bacım da Esmira. Esmira'nın qızlarına qurban olum. Kaş hər ailə elə tərbiyəli, elə namuslu, qeyrətli qızlar çıxsın. Nigarım, Nərgizim, Dilbərimə də, üçülə də qurban olum. Onlar kimi çox dərrəkəli, çox əqidəli, namuslu, qeyrətli qızlar. Mən neyniyim, mənim balamın taleyi Mən belə sizə bir şey gəlib. deyim. Mən neyniyim? Ceyran. Mən neyniyim Zarım, mənim balamın taleyi belə əyri gəlib. Əyləş. Neyniyim? Əyləş. Amma Arzu'nun mənim yanımda həqiqətən hörməti var. Onun dediyinin, bir gündə dediyin Arzu 6 ayda deməyib mənə. Ona görə ana bala kimi, qızım kimi onunla rəftar eləyirəm. Bunu başa düşün, niyə başa Ceyran düşmürsünüz? xanımın çox gözəl ürəyi Niyə var. başa düşmürsünüz? Esmiranı da məndən dünyalarda. Nə desə Sən gözəl qızların qadasını alıb.
Sən çox qeyrətli, namuslu anasan, o cürə tərbiyəli balalarım var. Mən onlarla fəxr eləyirəm. Mən o iki qızımla fəxr eləyirəm. Nərgizimlə Nigarım. Kübra xanım, Nina da. Qoşun efirə. Nabat. Alo, salam Zar müəllim. Salam Nabat, salam. Necəsən? Yaxşıyam, sağ ol, Allah razı olsun. Hər kəsi salamlayıram Zar müəllim. Mənim Acuna sözüm var, Acuna. İndi bundan 3 dəfədir deyir ki, qızım var, anama qarşı deyir. Mən eynəmişəm Acun sənə. Elə dillərsən qızım var. İndi nə demək istəyirsən? Demək istəyirsən ki, qızın başına gəlsin mənim elədiklərim başına Mən sənə gələnləri. pis olmuşam. Bir dəfə mənə zəng eləməmsən sən. Alo, bir dənə mən danışmaq istəyirəm, müəllim, eşidirsiniz məni? Eşidirəm, Pərviz necəsən? Sağ olun, yaxşıyam. O Aygün gəlib orada artistliyə eləyir, özün qoyub artistliyə. Sənin o arvadın başına açdığın oyunları mən görmüşəm. Artist 2. Sən oturmuşsan orada dəqiqə başı qızım var. Qızın dırnağı gözümə girib sən. Sən Nabatın başına oyunlar atmışsan. Onu orada heç kəs bilmir. Sən ayrılıb çıxıb gedəcəksən o ailədən. Sən o ailədən ayrılıb çıxıb gedəcəksən. Çünki sən bir əhli ilansan girmişsən ora. Tanıya bilməz. Mən sənə yenə deyirəm, axırıncı xəbərdarlığımı eləyirəm. Orada oturarsan Ceyranla, yaxud Aslanla, nəsə sporun söhbətini düşürər, ayrılarsan, birləşərsən, o mədəxli yoxdur. Birinci, axırıncı dəfə olsun sənin Nabatın adın çəkdi gün. Başa düşdün məni? İlan, sən o Ceyranın başına bilirsən nə oyunlar atmışsan. Sən ona qayda qanun qoyurdun evdə. Yemək saatı, yatmaq saatı.
Özü nefkət bilmir, mən bilirəm. Gəlmirsən sən orada artisti eləyirsən. Bitirin, xahiş edirəm, yaxşı. Yekunlaşdırın zəngi. Saat qoyulurdu Ceyrana. Bəzi deyilən Pərvizin sözlərində həqiqət var. Niyə icazə verirdin? Utanmırsan. Bölmələrdə siz idiniz gəzən. Nə Düzün bölmələr? deyiş də asla. Nə bölmələr? Türmələr bölməyə getmişik ona görə. Düzün Kimə danış görə? da. Kimə görə? Nabata görə. İndi olub ailədə, Düzün danış da. o olub da. Onun haqqı var İndi bizim mən- ailəyə qarışmağa, Yox, ayaslan. ailəyə qarışmaq kimi demir o. Sən deyirsən, Nabatın adını çək, sən burada ifadə edirsən ki, mən Nabatın də da ayrılmağına olsam... səbəb olacaqdı da, Mən Pərviz də- qabağa durmasaydı, Yox, ayaslan. mən də olsam, mən də olsam, mənlə sənin problemin varsa, mənim bacımın ailəsinin bura heç bir aidiyyəti yoxdur. Amma sən buradan durub deyirsən, mən də Pərvizin yerində olsam, mən də zəng edib bu sözləri deyərəm. Ya qarşıma çıxıb deyərəm, ya zəng edib deyərəm. Pərviz qarşısını kəsməsəydi, onun da ailəsi dağılacaqdı, ayaslan. İndi olur da, indi bu mənim anamın xarakteridir. Bəzi şeylərə bəzi, həddindən artıq müdaxilə eləyir. Amma hər şeyin də yəni öz yeri var. Sən bəli, mən demirdim, sənə deyirdim Acun, keçirəm, demirdim sənə. Fakt evdə mən deyirdim ki, mən sənə bəzi şeyləri keçirəm. Deyirsən yox, bir dənə Allahı fikirləş. Şurada mən Allah'ımı, şükür Allah, mən səhv iş görməmişəm. Mən bütün bu milyonların qarşısında deyirəm sənə. Get, Allah sənə harada yaxşı eləyəcəksən. Mənə dedin ki, mən səndən də yaxşısın taparam. Ha, Bəli, dəfələrlə mənim üzümə deyib evin içində. Onda da anam yox idi ki. Sübut elə. Subut eləyim. Onda sən dediyin bir dənə bir şeyin subut elə. Mən sənin barəndə deyilənlərin 99 dənəsini subut eləyərəm. Da ayrılmağa daha sonra nə qaldı? Yox, Sonra nə mən sənə qaldı? zəng edirəm, Sonra deyirəm nə Acun. qaldı? Yox, ayrılma Sonra yox. nə qaldı? Mən sənə zəng Sonra nə eləmişəm. qaldı? Mən sənə böhtan atmıram. Mən eləyirsən də, fakt eləyirsən də. böhtan, amma sən mənə böhtan atmısan. Mən deyirəm ki, Sən eləyirsən də. Sənin səhvlərin ola mənim üstümə atırsan böhtanları. Mənim nə səhvim var? Nə səhvim var? Sənə qarşı hansı bir səhv eləmişəm? Qaldırofu açdın, bütün palpatları götdün, amma mənim orada 2 Hər dənə gün şalvarım, canlıda 2 dənə məndən köynəyim var. danışırsan, hər gün canlıda Özümə məndən qıymadığım şeyləri mən danışırsan. sənə eləmişəm. Mən başıma vurmuram. Hər gün Eləməliyəm, canlıda məndən borcumdur. niyə Amma danışır müəllim? Hər gün. Allahla Qızla danış. peyk edir, hər gün məndən danışır. Allahla danış. Niyə danışırsan Mən ki? harda səndən danışmışam? Hər gün danışır. Harda? Hər gün. Harda? PK eləyəndə. PK eləyəndə biz ayrılmışıq bu dəqiqə. Düzdür? Bizi bütün milyonlar izləyir. Özünüzdən Hər kəs danışın sual da, verəndə özünüzdən suala danış da. cavab verir. mən bir şeyi danışmamışam. Sənin mən bir sual vermək istəyirəm. Aslan sənin ürəyində bir sevgi qalıbmı Acun'a qarşı? O ürəkdə qalacaq, ürəkdə də öləcək. Amma elədiyi şeylər mümkün deyil. Mən mümkün deyil. Yəni buradan da dəyərli ekspertlər, dəyərli Kübra xanım, çox xahiş edirəm sizdən. Bilirdim bu sevgi çok ağlatacak. Bir daha da söyləmək istəyirəm ki, bəzən toy kadrlarını göstərirlər və deyirlər ki, dünən toy olmuşdu, bugün boşanırlar. Bunlar evləniblər 1 il yarımdır az qala. 1 il 4 ay, 1 il 2 aydır. Onda toyu eləməyəydilər. Toy arzuları idi. O toy ərəfələrində Utardı da indi bu toy da mən elə. Toy kim üçün eləyirdiniz? Hamısını mən Oyuncaq elədim. oynayırdınız. Bilsəydim Bu heç boyda toy eləməzdim. millətlə oyuncaq Hə? oynayırdınız. Sevdim eləməzdim. Ay gün qəti ağlama. Qız qisməti ismətini uca tut. Heç vaxt ağlama. İstəmir səni. Allaha and olsun deyirəm. Xeyr, o sözü mən razı deyiləm. Mən razı deyiləm. Öz istəməyib gedibdi. Sən istəmirsən də. İstəməyib gedən biri orada. Oturur. Başqa cür başa çıxmarcı. İstəməyib gedib oturur. Mən o şeylə razı deyiləm. Səni. Bitir bacı. Bitir. Çok güzel Kübra Hanım, çok güzel tebrik Amma etti Aygün sənə. sevir, Aygün əl çəkmək Mən istəmir. ailə dedim, ailə. ağlama. O toyu nəyə görə, öz səbəbi bilir, o toyu nəyə görə elədim. Aygün dedim. Nəyə ağlama. görə elədin? Bir saniyə. Nəyə görə elədin bu toyu? Bəli, Ona bəli. dəstək olmaq üçün. Orada Nəylə? onun bir adamı var. Baxın da qapısına da getmişəm. Adamdan getmir söhbət. Nəyə dəstək Dəyərli olmaq üçün? vəkilimiz. Nəyə dəstək olmaq üçün? Ceyran bir dəqiqə. Onun maşını yox idi dedim, asla toy eləyə, nə olar? Gedib özün maşın gör. Kiminsə sözünü eşitmə, o bursu müdürlərin sözünü eşitmə. Öz şəxsi maşının olsun. Sonda o biri pulu neynədin? Neynədin? O sənə verilmişdi, get maşın götür, aslana verilmişdi. Bəs onu neynəmsən? Zəng eləmişsən, 2 gündə o adam bizi polisə verir. Bəs onu neynədin? Düzləri danış. Ağlamaq yazıqlıqdır. Yazıqlıq eləmə. Düzləri danış. Çox şey var bu ürəkdə, bu xəstə canımda. Sən ana kimi Yaxşı, olsun, yaxşı onun da seçimidir. az o çatma. Mən bir ana kimi Hər sənə bir işin deyirəm. altından qalxacaq. Ağlayıb yazıqlıq eləmə. Ay gün, bunlarda geri dönüş yoxdur Ay gün. Bitir. Ağlama da.
Haksızlıqdır, haksızlıq. Anlayıram səni. Anlayıram səni. Amma lazım deyil. Bitir qızım, bitir. Get. Kübra xanım çox gözəl təklif irəli sürdü. Get bir peşə məktəbinə gir. Ay Bir sənət qızım, ay sahibi ol. bacı, bir saniyə gözləyin. Nə peşə məktəbinə girir? Hansı peşə məktəbi? Ay gün Girsin bir gözəllik salonunda saç ustası örgənsin, saç kəssin. Zahir müəllim, Dırnaq ustası olsun. dəyərli Olmaz vəkilimiz, mı ya? bir dənə Kübra xahiş xanım. edirəm. Kübra xanım bəyək çox gözəl məsləhət gördü. Təminə xanım, Aycan. ürəyim qurban, canım bir bala, ürəyim sənə qurban. Zahir müəllim. Bax, o ay günə getmişdi Esmira xanımgilə. Mən olanları deyirəm, mən şərdim. Özdə bilir ki, mən qeybətdən xoşlamıram. Kiminsə də sözün dansa da üzünə dirəşmişəm. Get Kübra xanıma sözüm var, üzünə de, efirdə deyərsən. Sözünü de, xahiş Evdə etmə. danışma. Danışmısan mı qıdalı? Xahiş çıxma. Amma mən deməmişəm. Esmira xanımgil dedi, Nərgiz də, Nigar da işdən gəldilər. Axşama qədər Aslan bizi apardı, qoydu, getdi, dedi işdən qaydanda gəlib götürəcəm. Dedi darıxıram, dedi ki, aparım qoyum esigilə də sizi. Oturun, biraz işləyib gəlib gecə götürəcəm sizi. Getdik, oturduq. Yəni bunlarda qaldıq. Qızlar gəldi ki, bacı o qeyrətli. Kaş